İkinci suala baxırıq. Burada bizdən CBE bucağını soruşur. Uşaqlar, birinci olaraq məndən hansı bucağı soruşur, onu önümə qeyd edirəm. Baxın, qeyd elədim CBE bucağını. Və burada diqqət edin, burada xırda şəkildə bizə bir dənə kvadrat işarəsi var. Bu kvadrat işarəsi olmağı o deməkdir ki, bizim bucaq CBD bərabərdir 90 dərəcə. Yəni CBD bucağımız düz bucaqdır və düz bucağımıza 90 dərəcə bərabər olduğuna görə CBD bucağımız 90 dərəcəyə bərabər olmuş oldu. İndi uşaqlar, baxıram ki mən DBE bucağı 70 dərəcəyə bərabərdir. Bunu da özündə qeyd elədim. DBE bucağı bərabərdir 70 dərəcə. Yaxşı uşaqlar, indi isə gələk baxaq. Mən burada mənə nəyi istəyirdi, onu qeyd elədim. Bu bucağım, uşaqlar, məni hansı bucağı əhatə elədi? Əlbəttə ki, baxsaq bizdə burada CBD bucağı ilə DBY bucağına. Yəni, bunların ikisinin birləşməsi bizə CBY bucağını vermiş olacaq. Yəni, uşaqlar, 90-ın üzərinə 70-i gələrəm, alaram 160 dərəcə. Bu da bizə elə verəcək bucaq CBE-ni. Və bizim burada doğrayacağımız 160 dərəcə olacaq. Güman edirəm ki, sualın izahı sizlərə aydın oldu.